Salam əziz və hörmətli dildaşlar, yoldaşlar, vətəndaşlar. Mən biraz yenə mərizləmişəm. Çox təəssüflə. Belə də görürəm, bəlkə bu günləri bilmirəm, zoruna bir şey oxuya biləm, amma bir şükür deyirəm ki, oxuya bilməyəcəm. Kitab hər halda çalışıram ki, bu günləri heç olmasa görüm nə edirik. Kitab ki oxuruq, kitabın adı Sümürgəcinin portresi və sümürgələşdirilənin portresi. Kitabın yazarı Albert Memmi Tunisliymiş və Tunisdə yaşırmış. O zaman ki bu yaşırmış, Tunis Fransənin sümürgəsi ya müstəmirəsi imiş. Gedibdi Fransada dərs oxuyub, doktora alıbdı Sorbonda, sonra qeydib Tunisə. Tunisə qeydərkən görübdü ki, millət ayağa qalxıblar, müsəlləhanə Fransəlilərlə savaşırlar. O zaman ki, Fransəlilər bunları öldürürlər, heç zat yoxdur, onların haqqı da öldürsünlər. Çünki zorludular, Fransəlidirlər. Amma o zaman ki, sümürgə insanı, yəni Tunislilər, ərəblər Fransəlilər öldürürlər, dünya atışır bir-birinə, eyvay, terrorçudular, filandılar, bəhmandılar. Və burada bir savaş gedir. Əvvəl düşüncə savaşıdır, sonra da silahlı bir savaşda istiqlala müncər olur Tunis. Mən də bugün bir xəbər oxudum ki, Tunisin prezidenti deyibdi ki, İslamı din olaraq anayasadan çıxadacağıq. Ya çıxadıblar, belə bir şey. Yəni hələ təsvib olmayıbdı, referenduma getməyibdi, amma təbii ki, bəhs olacaq və sonra referenduma gedəcək. Bu kitabı o zaman yazıbdı və bu kitab çox mühümdür. Hər milli Azərbaycanlı, türk insan ki çalışır, bu kitabı oxumadan mübarizəyə girməsi məncə əbəs deyil, içi boş deyil, amma dərin deyil. Hətta bizim belə Türkiyədə oxulan dostlarımız yerə bu kitabı oxuyarlar. Bu qədər apaçıq deməliyəm. Dostlar, bu kitabın 74-cü səhifəsinin 1-ci sətrini oxuduq dünənləri, 2-ci sətrin ortasından devam edirik. Dedi ki, sümürgədə doğmuş bir adam ki gəlib sümürgəyə və orada bunun nənəsi doğubdur. Sümürgədə doğmuş, yəni günəşə sıcağa və kurumuş torpağa alışmış sümürgəcilər üçün belə referans manzaraların puslu, nəmli və yaşıl olması diqqət çəkicidir. Deyir ki, hətta o sümürgəcilər, istemarçılar, dedik kimlərdir? İranı misal vuranda, hər kəs ki farsdır, özün fars bilir, farslara işdir və İran dövlətinə, farsçılıq dövlətinə işdir, fərq eləməz hər hangi mərhələ işin, bunlar sümürgəçidirlər. Deyir, amma əgər bir sümürgəsi gələ, məsələn, Azərbaycan torpaqlarında, Qəşqayistan torpaqlarında, Türkmən torpaqlarında doğula, nənədən burada ola. Bir farsın, bir idarə kariməndin, bir şirkətin işçisi məsələn, bir müəllimin, bir hər kəsin sümürgəçinin orada doğa. Oranın günəşinə, o gün ki göydən çıxır, o işıq ki isti saçır, o günəşdir. Gün o göydə görsənən o şeydir, günəş onun istisi və işığıdır. Fərqi günlə günəşin odur. Sıcağa, onun istisi də ki sıcağıdır da, sıcaq bizdə çox işlənmirdi, Güney Azərbaycanda, Türkiyədə çox işlənir, isti anlamındadır. Və kurumuş toprağa, o topraq ki, bunların axı Tunis falan Afrikada olduqları üçün şeydə biraz istidir, torpaq çox burada. Əlbəttə indi ki, məsələn, Azərbaycanda kəvir olur, elə o cür olur. Yəni günəş vurur, sıcaq vurur və torpaq Urmu gölü quruyubdur, torpaqlar belə ağız açıblar yerdən. Tikə-tikə bölünüblər. Deyir ki, kurumuş torpağa alışmış sümürgəcilər, adət eləmiş, alışmış sümürgəcilər, istemarçılar için belə, onların da yəni belə referans manzaraların puslu o dizilərdə də görürsün, pusu qurmaq. Pusu əslində o haviyə deyirik ki, orada dumanlıqdır.
Yəni məsələn sübh yuxudan dururuq, görürük ki, məsələn yerlər görsənmir, duman kimi bir şey çiskin gəlib alıbdır. Ona deyirlər pusu. Niyə? Çünki siz onun arxasında nə var onu görmürsünüz. Mümkündür girəsiz dumanlığa, ya dumanlıq gələr hətta kəndin içinə, ya şəhrin içinə. Məsələn, mən yaşadığım yerdə gəlir şəhrin içinə, evlərə can belə girir. Burada mümkündür 10 metr o yüzü görməyəsiniz ki, orada nə var. Ona pusu deyirlər. Yəni, farsca meh deyilir. Dumanın arxası. Onun üçün də əgər dizilərdə görsə pusu qururlar, yəni bir iş görürlər ki, düşmən bunları görməsin. Gizlənirlər. Buna ərəbcə istitar deyirlər. Pusu olur istitar. Özün örtmək, gizlətmək. Deyir ki, hətta referans manzaraların puslu, ya puslu. Deyir ki, o referans yəni qayna, o əsasi mənzərələr, oradakı mənzərələr vardır. Yəni dünyada hər yer edirsə, deyirsə filan yerin mənzərəsi, məsələn Urmu gölünün mənzərəsi, ya filan dağın Savalanın mənzərəsi. O mənzərələr. Mənzərə də o yer ki, gözlə görürük, ora mənzərə olur. Bizim gözümüzlə baxdığımız yer mənzərədir, dostlar. Fərq eləməz ki, o nə cür bir mənzərədir. Ola bilər ki, Urmu gölü bir gün sulansın, göl olsun, dərya olsun, deyəsiz ki, suluq bir mənzərədir, ya da qurusun, düz olsun, deyəsiz duzluq bir mənzərədir. Dağlıq mənzərədir, ağaçlıq mənzərədir, qumluq mənzərədir, ya şorabadır. Fərq etməz. Deyir ki, o mənzərələr puslu, amma bir də ki, bunları meh tutmuş mənzərələr. Elə indi də bizim orada olacaqdır. Nəmli və yaşıl olması, onların o mənzərələrin nəmli və yaşıl olması da, yaşıl da ki, bilirsiniz də, yəni göy-göyərəntisi ola, orada göy-göyərənti çıxmış ola və yaşıl görsədə. Olması diqqət çəkicidir. Deyir ki, hətta əgər burada doğsa da, Azərbaycanda doğsa bir dana istemarçı, o da elə o mənzərələrə baxanda diqqətin çəkir ki, wow, əcəb mənzərələr var. Taza gələnlərə ki, fərqlidir təbii, amma bunlar ki, belə burada doğulurlar, burada yekəlirlər, onlara da, məsələn, mən fikir eləyim ki, kətdə evimizdə uşaq idim, otururduq. Pəncərədən bizim o dağlar görsənir. Daimən gözümüzün qabağında o yaşıl dağlar var idi. Təbii ki, indi məsələn, mən ondan 50 il geçir heç olmasa və mən indi onları elə yenə yaşıram. Tamam. Sanki metropol sümürgəlicilərin kollektiv üst bənlərinin olmazsa olmaz bir bileşenmiş. Bu söz çox çətindir. Bunu 3-4 dəfə də qulaq astım, gördüm ki, nə cür deyirlər. Biraz çətindir. Biləşəniymiş gibi ana yurdun maddi özellikleri ayrı etik nitelikler haline gelir. Deyir, sanki yəni belə fikr elə, belə düşün ki, sanki əslində belə düşünmək, belə görmək olar ki, metropol sümürgəciliyinin, metropol dedik istemarın mərkəzidir, paytaxtı. Məsələn, indi İranda olur Tehran, ya İsfahan. Məsələn, bunlar, mənim nəzərimdə əslisi indi İsfahandır İranda sümürgə mərkəzi. Çünki düzdür, Tehranda siyasi məqamlar oradadır, amma əksərən İsfahanlıdırlar və İranı təqribən İranda olan millətləri və torpaqların hamısı İsfahana xidmət edir. Mən onun üçün sümürgə metropoliten deyəndə çox İsfahan düşünürəm. Sanki metropoliten sümürgəcilərin, o istemarçılar ki, İsfahanlıdırlar ya Farslılar bunların, kollektiv üstbənliklərinin, burada bir kollektiv deyir dostlar, kollektiv latincə sözdür, yəni toplumsal. Toplumsal. Üstbənlik, bənlik yəni, dostlar, yəni məniyyət farsça deyirlər. Özlüğüm.
İndi mən bu baxdım ki, görüm bu üst bənlik nə deməkdir. Əvvəl buna çox şey tapılmır, məna tapa bilmədim, amma super ego deyilir. Bu Almanca bir sözün tərcüməsidir. Super ego Almancadır. Onlar ki, özlərini çox üstün görürlər. Hər cəhətdən. Bu cür bir anlasaq. İndi üst bənlərinin, yəni o adamlar ki, özlərin çox üstə görürlər. Bunlar olmazsa olmaz. İndi bunların olmazsa olmaz bir şeylər lazimlərdir. O olmasa olmaz. Onunla danışır. Bir bileşenilmiş gibi. Dedik ki, bu bir dana bir sözdür. Bu da taza bir sözdür ki, bu günləri axtardım. Bileşeniymiş. Yəni mən bunu bulaşan kimi görürəm, bulaşanıymış kimi. Amma o deyil. Bu bir dana kullun cüz'ülərinə, detailinə, içindəki o cüz'iyyata deyilir. Bəs dedik kollektiv bir şey, bir dana kolliyyət, toplum. Bir də indi onu deyir ki, bileşeniymiş, yəni onun cüz'üləri. Deyir ki, bu olmasa olmaz gibi. Yəni fərz edin ki, maşın bir kolliyyətdir. Onun fərmanı, onun bir cüzüdür. Bir parçasıdır. Amma o olmasa olmaz. Yəni bu fərman olmasa o maşın deyil. Çünki getməz ki, gedər əlbəttə, amma hara gedər Allah bilir. Ana yurdun maddi özəllikləri ayrı etik nitəliklər halinə gəlir. Deyir ki, bunların, indi bununla belə ki, bu cürlər olmazsa olmaz, bunlar bir kollidirlər. Yəni bu sümürgəçilərin bir kolli düşüncələri var. Farsçılıq, İrançılıq. Bu düşüncə cüz'iyyatı da dedik ki, içində vardır ki, onlar da olmasa olmaz. Deyir, bununla belə ana yurtları, yəni farslar ya İran adlatdığı yerlər, maddi özəllikləri, onun toprağı, onun sənayeyi, kanallar ki, vurublar suya aparırlar, İsfahana filan, bunlar o maddi özəllikdir, dostlar. Dağları yarırlar, aparırlar, məsələn, Əl-Əhvazın suyun, lorların, bəxtiyarilərin suyun aparırlar İsfahana, Kirmana, Yəzdə, Kaşana, Simnana. Bunlar onların maddi özəllikləridir. Yəni o şeydir ki, fiziksəldir. Yəni biz əl vurub görə bilirik ki, bura vardır. Ayrı etik əxlaqdır. Latincə sözdür. Nitəliklərin halinə gəlir. Deyir ki, bunlar hər halda bu oranın o özəllikləri bir əxlaq halinə gəlir. Elə bir şey əxlaqdır. Yəni bundan getsən olmaz. Məsələn deyək ki, İfel kuləsi, kulə borc farsca. O kulə məsələn elə bir ki, fransəlilər üçün bir dana məsələn əxlaqi bir şeydir. Bu cür bir sistem istir bizə desin. Sümürgəçilər yəni istir desin ki, özlərinin varlıqların hər cəhətdən, hər şeydən üstün bilirlər. Da bunu dedi, bənimsə, demənə o söz dedi, üst bənlərini, onu işlətdi onu. Tıpkı yaşılın toprak rengindən üstün olması gibi pusun da parlaq gün ışığından aslında daha üstün olduğuna fikir birliği edilir. Deyir ki, necə ki yaşıllıq, göy-göyərənti torpaqdan üstündür, torpağın rəngindən üstündür, yəni onun üstündə bitir. Baxın, indi burada bizə istir desin ki, mənim nəzərimdə o üstəki oxuduq dedik ego. Mən onları zirbəna, rubəna düşünürəm. Özüm. Lüğətdə belə yazma, amma mən bu mətndə zirbəna, rubəna düşünürəm. Farsda deyirlər. Yəni, üst bənlik olur rubəna. İndi bunun bəlkə alt bənliyi var ya bənliyi var. Bu da olacaqdır ki, zirbəna. Məsələn. Mən beləsi düşünürəm əslində. Yəni, fəlsəfi düşünürəm. Ta bunu çox, məsələn, fərdi bir şey düşünürəm. Ya rəvanşünasana, psikolojik bir şey, vəziyyət düşünürəm.
Tıpkı yaşılın necə ki göy-görənti, baxın, yer əslidir. Yer olmasa göy-görənti də olmaz. Siz fikir eləyin ki, məsələn, istəyirsiniz bir gül əkəsiz, ona gəlir güldən olar da torpaq. Onun içində olar. Əgər o torpaq olmasa, siz onu əkənməzsiniz ki. Torpaqsız bir şey olmaz. Tabii, ya hala bəzən, məsələn, indi bunu deyəndə dostlar deyərlər, niyə indi düyü düzə əkirlər suda fəqət, heç torpağa da ehtiyacı yoxdur. Yenə də bir şeyə ehtiyac var. Yəni, əsas o bir ayrı bir şeyə dayanaraq bitir. Ya göyərir. Onu istəyirəm deyəm. O əsasdır. Ona deyirlər ki, farsca zirbəna deyirlər. Biz indi onun üstündə mən onu düşünürəm, amma orada Super Ugo yazmışdı kitabda, onu dedim. Tıpkı yaşılın torpaq rəngindən üstün olması gibi. Necə ki, yaşıllıq, göylük, göy-görənti torpağın rəngindən üstündür, yuxarıdır. Pusu da olur şey daha, yəni dedik ki, meh, bulut yox, əlbəttə bulut yox, duman. Deyir ki, pusun da parlaq günəş işığından aslında daha üstün olduğunu fikir bəlirci edilir. Deyir ki, fikrimiz də bunu düşünə bilirik ki, fikir bunu bizə göstərir ki, günəş də, yəni günün o işığı pusudan çox üstündür. Yəni o dumandan çox üstündür. Misal vurur bunları, istəyir deyək ki, əsas nədir? Bünövrə nədir? Təməl nədir? Onu istəyir deyək, bunlar üçün misal vurur. Böyləcə, ana yurt sadəcə olumlu dəyərləri, gözəl iklimi, uyumlu manzarayı, toplumsal disiplini və kusursuz özgürlük, gözəllik, əxlaqlılıq və mantığı bir araya gətirir. İndi bunların hamısını keçənki günün dərsi ilə bugünkü dərsin hamısını bu iki sətirdə topladı, dedi ki, baxın, beləsi olacaq dostlar. Böyləcə, yəni bunların hamısına baxsaq, ana yurt, vətən. Ana yurt, vətən nədir? Sadəcə olumlu dəyərlər deyil, sadəcə farsca ərziş deyirlər da, dəyərli bir şeylər deyil, sadəcə olumlu, imkanpəzir, sayədə imkanı olan dəyərlərdən ibarət deyil ana vətən. Nə mənədir bəs? Gözəl iqlimi, ana vətənin iqlimi gözəldir. O insan ki orada yaşır, o iqlim, dedik, iqlim ibarət nədən? Hava və torpaq. Hava, su, yağış, bulut, bunların hamısı. İqlim odur. Deyir ki, gözəl iqlimi var ana vətənin, yəni o vətən sahibləri oranı gözəl görürlər. Uyumluluq var, uyumlu mənzərələri var. Deyir ki, gözəl də mənzərələri var. O tamaşa eləməli, ləzzət aparmalı mənzərələri var. Toplumsal disiplini var. Millət olaraq aralarında bir nəzmi var, nizam var. Disiplin, nəzm, nizam, intizam. Qanun üzərədir əslində çox. Disiplin var. Disiplin latincə sözdür. Ərəbcəsi nəzm, intizamdır. Və kusursuz özgürlük və kamil, kusursuz yəni kamil. Kamil bir özgürlük, yəni azadlıq var vətəndə. İndi bunu nə cür deyim dostlar, siz bunu onları ki vətəndədirlər, bunu hiss eləməzlər. Siz o zaman ki vətəndən çıxırsınız eşiyə, indi mən 17 ildir, 18 ildir Kanadadayım. Bir yerə gedirsiniz, bilmirsiniz ki, bura gedə bilərsiniz ya yox. Vətəndə mən baxanda deyirəm, ora Eynalı dağıdır, orada filandır. Bu dağların, kətlərin belə hər içindən, kəndin içindən get, əhaliyə müzahim olma. Get, hər yerə gedirsən, get. Zəmisinə girmə, tamam, get cinə, dağlarında olan cinə. Amma siz burada bu işi görənmirsiniz Kanadada. Bəzi yerlər vardır, mələkənindir, bəzi yerlərdə var, sahabı var. Siz hangisine girsəz tutulacaqsınız, bilmirsiniz. Bura bir ayrı sistemdir. Onun üçün vətəndə bir özgürlük var. Özgürlük, yəni bir azadlıq var vətəndə.
Bir etimad be nəfs var. Yəni özgüvən var. İnsan özü özünə qərraxlanır. Hər yerə gedə bilirəm, bura mənimdir. Biri desə, bura Allahın dağıdır, sənin dağın deyil ki, deyə bilir. Sənin zəmiva cümsən, çox üzr istəyirəm, çıxaram zəmindən eşiyə. Amma burada onları siz, yəni vətən olmayanda, hətta məsələn Türkiyəyə gedəsiniz, bilmirsən mən hara gedim? Mənim haqqım, hüququm haradır? Çünki haqqı, hüququn bəlli deyil ki, sən orada haqqı, hüququn yoxdur. Çünki sən oralı deyilsən. Məsələn, biz indi Kanadalıyıq, İran kimliyini də qəbul eləmirik. Amma biz buranın nə qanununu bilirik, nə ürfün bilirik, nə bir şey. Gözəl iqlimi, uyumlu manzaraları, uyumlu, yəni onu yaşamalı, ona uymalı, ona yaraşıqlı. Toplumsal disiplini var vətənin və kusursuz özgürlüyü və mütəəssifanə bizim vətənimizdə kusursuz özgürlük yoxdur. Yəni bir İran dövləti var, farsçılıq var ki, o bizim azadlıqlarımızın hamısını əlimizdən alır. Əslən bizdə azadlıq yoxdur. Yəni bizim vətənimizdə azadlıq mütəəssifanə yoxdur. Bu sözlərdən danışacaqdır. Gözəllik. Yəni vətəndə bir gözəllik var. Dostlar, dünyanın o birisi insanları gözəldirlər, gözəl deyirlər deməyək. Yəni məsələn bir dana Avropalı ya bir dana Amerikalı ya bir dana Afrikalı insanı görürsən, onlar da gözəldirlər, çox gözəldirlər. Amma bizim gözümüz və ağzımızın, damağımızın dadı öz millətimizə adət eləyibdir. Məsələn görürsünüz ki, elə bizim də qocalarımızın ağzı, burnu, əli zadı qırış olar. Bunlarınçı da. Biz özümüzünkiləri bunlardan çox gözəl görərik ta bunlarınçın. Deyərik bəlkə, məsələn, bunlar çox qırışdılar. Yox, o cür deyil. İnsanlar ilə vətənə belə hissi var. Öz vətəndaşına belə hissi var. Ahlaqlılıq. Ahlaqlılıq, yəni hər millətin özünün bir əxlaqı var. O tarixdən gəlibdir. Onun şeyi yoxdur. Qurucusu yoxdur əxlaqın. Onu idarə eləyən yoxdur. Və mantığı. Bir məntiqi var, bir düşüncə yol yöntəmi var. Məntiq, düşüncə yol yöntəmi. Yəni, məntiq bu da ki, dərs oxuyasınız. Yox, bu deyil. Əlbəttə, o da köməklik eləyir məntiqə. Yəni, gedib məntiq dərs oxuyasınız. Amma o deyil. O zaman ki, siz cümlələrinizi düz qurursunuz və nəticə alırsınız, məntiqlə danışırsınız. Və normalda %99.99 adamlar məntiqlidirlər. Çünki ana dilində danışmaq, yəni məntiq. Çünki siz ana dilində doğru danışmasınız, insanlar sizi baş tapa bilməyəcəklər. O, olur məntiq. Deyir, vətən dediğin şey, bunların hamısını gətirər bir araya, yəni bir yerdə toplar. Vətən bəs sadəcə mənim, sizin düşüncəmizdə olan dəyərlər deyil. Bəlkə vətən çox bir şeydir. Və onların hamısı bir yerdə vətəndir. Yəni, əgər vətəndə, məsələn, deyəsiniz ki, filan ləhcədən xoşum gəlmir, vətən naqis oldu. Filan geyimdən, paltardan, xanımların ya ağaların paltarından xoşum gəlmir. Məsələn, biz Qəradağlıyıq, xanımların bir gözəl paltarı var. Məsələn, bir də Qazancay var, onların da bir gözəl paltarları var, bir ayrı cür, xanımlardan danışırıq. Məsələn, bizimkilər başdan ayağa, eyni Qəşqayı paltarı kimidir, Qəşqaylar biraz onu daxı rəngin zadın gözəl giyirlər. Bizimki biraz fərqli, yəni fərqli deyil, aynı paltardır. Amma Qəşqaylar məsələn bunu biraz gözəl giyirlər. Çox rəhli giyirlər. Bizimkilər biraz bunu da əldən veriblər əlbəttə, çox yerdə. Necə elə o paltarı əldən vermişik? Necə olub əldən vermişik? Çünki brainwash olmuşuq. Özümüzünkiləri pis bilmişik, çətdi, dalı qalmış bilmişik. O halda ki, məsələn, Qəşqaylərin paltarlarına baxanda ürəyimiz qərrıxlanır, gözəlliyi görürük. Elə bizimki də həman idi, həman paltarda, həman. Amma nə oldu? Beynimizi yıxadılar, biz paltarımızı ötürdük, getdi. Qəşqaylar bir cəhətdən bizdən üstündürlər. O da budur ki, paltarı saxlaya biliblər. Dili
o qismətləri ki farslaşıbdır, çox farslaşıbdır. Çünki onlar farsların arasında qalıblar, farslaşıblar. İşləri tamamilə farsın olduğu üçün, türklərdən irtibatları kəsildiyi üçün çox farslaşıb dilləri. Amma çox şeyləri də məcbur olublar saxlasınlar. Çünki hüviyyət mühüm bir şeydir. Hüviyyəti saxlamaq üçün bu paltarı saxlayıb, o bölüşü saxlayıb, o şeyi saxlayıbdır. Bunlar çox böyük bir şərif insandılar, Qəşqaylar və mən bunlara aşiqəm yəni. Bununla birlikdə bir kolonyalistə o harika mən bu kağızı bunu qoyum yerə, çox da şey olmasın. O harika ölkəyə ən qısa zamanda dönərək ayrılmaqla yaptığı hatayı təmir etməsini söyləmək naiflik olur. Naiflik, dostlar, taza sözdür, bunu indi deyəcəm. Deyir ki, bununla birlikdə, indi dedik ki, vətən nədir? Onları dedik ki, vətən ibarətdir bundan. Yəni, həm tüm dəyərlər vətəndir, həm gözəl iqlimi vətəndir, həm uyumlu mənzərələri vətəndir, həm toplumsal disiplini vətəndir, həm orada olan özgürlük vətəndir. Düzdür, farslarına ələ altı, amma Qəradağda sən nə inirsən, azadsan da. Yəni, gözəlliklər vətəndir, ahlakları vətəndir və məntiqi də vətəndir. Tamam, bu vətən. İndi bunların hamısı ilə birlikdə bir kolonyalist, bir istemarçı ki, Tehrandan gəlibdir, ya elə türk istihdam olubdur İran dövlətinə, ya farslara işdir, ya özün fars bilir, İrancı bilir, farsçı İrancı bilir. Bu kolonyalistdir. O harika, yəni möhtəşəm, gözəl. Möhtəşəm dedim, ehtimalən türkdür, bilmirəm amma. Vəli onun türkcəsi harikadır. Çox gözəl, əla. Əla sözü ki, ərəbcədir, onun türkcəsidir. Farsların buna mənası, sözləri yoxdur. Məna var, əla işlədirlər, ali işlədirlər, amma harikanın yerinə yoxlarıdır. Fikrim şəqiftəngiz əgər olsa işlədəcəklər, amma şəqiftəngiz deyil. Harika ölkəyə ən qısa zamanda dönərək. Deyir ki, o ana vətənə ən qısa zamanda, məni məsələn fərz eləyin, istəyəm ana vətənə dönəm ən qısa zamanda. Nə mənə? Deyir ki, dönərək, ora dönməklə, ayrılmaqla yaptığı hatayı təmir etməsini söyləmək. Deyir ki, oradan ayrılanda bir xəta eləyibdir. O xətanı ki, oradan ayrılanda eləyibdir, ora dönməklə istəyir, onu neynəsin? Təmir etsin. Təmir bilirik, ərəbcə sözündən də umran sözündəndir. Ümran, təmir, abadanlıq deyirik biz. Avadanlıqdır bunun əslisi, türkcədə onu. Deyir ki, onu neynir? İstəyir, təmir eləsin. Pəs o zaman ki, mən Azərbaycandan köçmüşəm, bir dana bu vətəndə bir şey yaratmışam, xəta yaratmışam oradan çıxmağına, bir xətanın içinə düşmüşəm. O xətadan getmək üçün, o xətanı cübran eləmək üçün vətənə qeyitmək düşüncəsi məndə var. Deyir ki, bu düşüncə təmir etməsi, bunu söyləmək lazımdır. Deməli, yox ki, beləsi düşünür, bu naiflik olur. İndi deyir, belə desaq, bu sümürgəsi ilə ilgili bunu belə desaq ki, o buradan istəyir çönə vətənə onu təmir eləyə, deyir, bu bir dana ahmaqlıq kimi bir şey olar, sadəli oğulluq. Ahmaqlıq kimi belə bir şey olar ki, deyək, sümürgəsi istəyir vətənə dönsün ki, o vətəndən çıxdığı xətanı cübran eləsin. Bizi yox ha, sümürgəsini deyir. Çünki biz məsələn bunu biz o xətanı eləmişik təbii. Amma biz indi görün ki, nə fərqi olacaqdır. Vətəndə bu nə istəyir sümürgəsi vətənə dönəndə nə əldən verəcək, biz vətənə dönəndə nə ələ gətiririk. Fərqi buradadır. Kim gündəlik yaşamını ərdəm və gözəlliyin ortasında sürdürüyor ki? Deyir ki, hangi insan? Yəni sümürgəçi ya biz? Deyir ki, kim gündəlik yaşamını, gündəlik ki yaşırıq ha, sübh yuxudan dururuq, gedirik, işləyirik, axşamacan axşam gəlirik, yeyirik, içirik, yatırıq, səhər yenə gedirik. Bu olur gündəlikdə. Bu arada nə işlər görürük, onlar olur bizim gündəliyimiz. Məsələn, mən çalışıram gündə bir neçə səfər oxuyayım, biraz yazım. Bu olur mənim gündəliyim məsələn.
Deyir ki, kim gündəlik yaşamını ərdəm usul əxlaqi, fəzail əxlaqi və gözəlliyin, əxlaqın o əsli əsasları ilə və gözəlliyin ortasında sürdürüyor ki, kim bir daimən əxlaqı müraat edir? Sümürgəçilərdən soruşur. Hangi sümürgəçi əxlaqı müraat edir və gözəlliklərin içində yaşır ki, daimən? Tamam, görək nə olur. Bir üst bənin, üstdə mən dedim ki, bu üst bəni dedi ki, super ego. Amma mən burada dedim ki, zirbəna, rubəna danışır da. Bu rubənadır. Vətən zirbənadır, mən rubənayam əslində. Değişə bilirəm. Vətən değişmir. Vətən milyonlar ildə orada qalacaqdır. Amma mən öləcəyəm məsələn. Mən vətənə bağlıyam. Vətən zirbənadır, mən vətənə bağlıyam. Tamam. Bir üst bənin özəlliyi gerçəkdə şeylərin bir parçası olmamaqdır. Yaşayan insanların şiirsəllikdən yoxsun və sarsaq davranışlarından heç etkilənmədən uzaqdan kontrol etməkdir. Üstbənlik deyir nədir? Üstbən. Deyir ki, bir üstbən, bir adam ki özünü çox yuxarıda görür, ya rubəna, özəlliyi, bir super ego gəlir burada nəzərə. Super ego adamın, yəni o ki, özün hər şeydən üstün bilir, özünün işin, özünün gücün hər şeydən üstün bilir. Bu adam üstbənin özəlliyi, bunun vijeci farsda deyirlər, xüsusiyyat, özəlliyi, buna aid olan o şeylər nədir? Sifətlərdir, deyək, aid olan sifətlər nədir? Sıfatlar nədir? Gerçəkdə şeylərin bir parçası olmamaqdır. Deyir ki, bu özəllik budur ki, insan şeylərin, əşyanın, mizin, divarın, maşının, çırağın, çərxin, nə bilim, bunların bir parçası olmamaqdır. Pəs deyir ki, üst bənin, super egonun özəlliyi budur, xüsusiyyəti budur ki, gerçəkdə, həqiqətdə bilir ki, şeylər bir parçası olmamaqdır. Şeylərin bir parçası olmamaqdır. Bu mənim evimdir. Mən bunun bir parçasıyam deyil. Ölüb gedəcəyəm. Olmamaqdır. Yaşayan insanların şiirsəllikdən yoxsun və deyir ki, yaşayan insanlar şiirsəllik, şeirgunezistdən farsça. Şeir kimi yaşamaqdan nə mənə yoxsun olmaqları, yəni şeir kimi yaşayamirlər. Məsələn, daimən hamımız eşqdən danışırıq, amma uşağımızı döyürük, arvadımızı döyürük, ərimizlə müşkülümüz var filan. Bu eşq deyil. Bu şeirsəllikdir. O şeirdir və biz o şeiri yaşayamırıq. Ya vətənə görə bir şeylər yazırıq, amma yaşamırıq. Millətimizə görə bir şeylər yazırıq, amma yaşamırıq. Bu şeirsəllikdir. Səllikdən yoxsun və sarsaq. Sarsaq dostlar, həm tohin haləti var, həm də biraz o şey ki, çox belə kəsici bir şeydir. Sarsaq əslində bir növ tohindir. Sarsaq davranışlardan heç etkinlənmədən o pis davranışlar, sarsaq pis. Pis davranışlardan, gözə çarpıcı davranış, pis davranışlardan deyir nə mənə heç etkinlənmədən, təsir almadan. Nə olur? Uzaqdan kontrol etməkdir. Deyir, uzaqdan kontrol edirsən oranı. Pəs üstbənlik nə oldu? Bu oldu ki, özəlliyi budur. Əşyanın bir parçası deyilsən, yaşayan insanların şeir yaşamaq mümkünlükləri çox azdır, yaşaya bilməzlər və pis davranışlardan təsir almırsan. Üstbənlik belə bir şeydir. Super ego. Ana yurt sırf ufukun ötəsində olduğu və kolonialistin vuruluşunun, var oluşunun və tavrının dəyərli olmasına izin verdiği için bu kadar böyüktür. Deyir ki, ana yurt
Nədən bu qədər böyükdür? Nədən bu qədər əzəmətlidir? Hamının ürəyində yeri var. Deyir ki, ana yurt sırf ufuq ötəsində olduğu üçün, sırf ki o uzaqlardadır Azərbaycan, siz oradasınız əlbəttə, mən buradayam. Sırf o ufuqun ötəsində olduğu və ya kolonialistin, o istemarcərin var oluşu, onun istemarcər var, bilirik farslar var, bilirik İrancılar var, panfarslar var, dövlət var, dövlətə işləyənlər var, bunları bilirik, vardılar bunlar və tavırları və onların rəftarların və düşüncələrini də bilirik. Tavırların dəyərli olmasını, bir onların o düşüncələrinin, rəftarlarının, davranışlarının dəyərli olmasını izin verdiyi üçün bu qədər böyükdür. Deyir ki, vətən bu sizə icazəni verir belə davranası, bunun üçün böyükdür. Tamam. Yurduna geri dönsə, indi qeyddə o sümürgəçiyə. Deyir, sümürgəçi qeydsə farsların içində nə olacaq? Bizlə onun fərqini burada deyir. Yurduna geri dönünsə, yücəliyini kaybeder. Əvvəl o İdari sistemdə, toplumda bir ucalığı var idi, bu hamını təhqir eləyə bilirdi, ayağının altında aza bilirdi, vura bilirdi, kəsə bilirdi, əmir verirdi, yaxçı pul qazanırdı, yaxçı gəliri vardı, yaxçı ixtilas edirdi, yaxçı özünə izafə kar vururdu filan bəhman. Deyir ki, bunların hamısının üstünlüyü, yücəliyi, ucalığı ki var idi, görsənirdi, hamı ona bəli qurban deyirdi, o aradan gedər, onu qaybeder. Tamam. Və kolonialistin üstün bir insan olması sona ərir. Və onun bir yuxarı, üstün, bir süper insan olması, süpermen olması da sona ərir. Sona ərmək demək, yəni yetişər. Sona çatar. Sümürgədə hər şey olmasına karşın kolonialist kendi ölkəsində bir heç olacağını bilir. Deyir ki, sümürgədə bu insan ki gəlibdir Azərbaycanda, Qəşqayistanda, Türkmən səhrada işləyir, ya dövlətin məmurudur, burada işləyir, idarələrdə qarimətlilər işləyirlər, dövlət, İran dövlətinə, farsçılığa müəllimdir, süpürgəçidir, nə bilim, müdürdür, nazimdir, ustad danışqahdır, dadgahda işləyir. Hər kəsi dadgahda bir işi var da, yəni dövlətin idarələrində, ustandarda, fərmandarda, şəhərdarda bunlar işləyirlər. Bunların hamısı sümürgədə hər şey olmasına karşın, hər şey, bu deyir, hər şey idi. Bu adam orada hər şey idi. Yəni, ustandar idi, fərmandar idi, müdür koll idi, hər nə istirdi, atı sürürdü ora. Hər şey olmasına karşın deyir, onun qabağında kolonialist bir adam kəndi ölkəsinə dönsə, bir heç olacağını bilir. Bilir ki, öz məmləkətinə döndə məmuli insanlara tay olacaqdır. Heç kəs bunu saymayacaqdır. İndi gəlib Azərbaycanda, Türkmən səhrada, Qəşqayistanda bu Allahlıq eləyir. Bu ora gedəndə öz vətəninə getsə məmuli bir adam olacaqdır. O birisi adamlara tay. Heç bir olacağını, yəni heç olacaqdır. Birincisi bu. Vasat bir insan olmaya geri dönəcəkdir. Deyir, yap belə çox olsa bir dana bu orta təbəqəyə təəlluq tapacaqdır. Burada üstəydi. Azərbaycanda dedi ki, hətta bir istircəsin bir yerə, bunun dalınca maşınlar götürürlər filan, bəhman gedirlər bir yeri görsün məsələn adam. Ya o günləri gördük, məsələn, Qəşqayistanda videolarını da qoydular, gördük da. Şəhridar gedibdi parça, kolli parça bağlatdırıbdı, hamını salıb eşiyə ki, mənim arvad uşağım gəlib, bugün burada keyf keçirdəcəklər, siz çıxın eşiyə. Amma bunu Tehrana getsə eləyə bilməz ki. Tehranda gedib, məsələn, ya İsfahanda, ya Şirazda gedib belə bir iş görə bilər. Heç ola bilir. Vasat bir insan olmayı geri dönəcəkdir. Tamam, ora bir geri dönəcəkdir. Gerçəkdən də ana yurt düşüncəsi görəcəkdir. Deyir ki, vaqiiyyətdə də o ana yurtda nədir olacaq deyir, o dönüşcəsi, yəni onun ora dönməsi görməlidir, görəcəlidir. Yəni görməlidir ki, o ora dönəndə nə olacaq? Onu deyir. Kendisi ilə özləşdiyində yox olur. O zaman ki, getdi vətənə, özün vaqiyi, özün gördüyü, görəcək, yox olmuşam mən. Heç kəs məni saymır. Kendi ilə özləşdiyində, o zaman ki, özünə döndü, özləşdi, özü oldu.
Yəni indi feilən burada buna bir sistem veriblər də, rəis olubdu, muavin olubdu, filandır, bəhmandır. O zaman ki bu gedə orada sönə ola bir dənə məmuli adam. Onda görəcək ki özləşdiyində yox olur. Yox olacaqdı. Aradan getdi bu, heç deyil, onun şey yoxdur. Aynı zamanda da kolonyalistin insan üstünlüyünü yok eder. Deyir kolonyalistin eyni zamanda şey olacaqdır. Bunun insan özün ki insanlardan üstün görür daha. O da deyir yok olacaqdır. Aynı zamanda da kolonyalistin insan üstünlüyünü yok eder. Onun da o vətən o cür da bir xasiyyəti var ki özün ki yuxarı görür, o da aradan gedər. Kolonyalistdən yalnızca sümürgədə korkulur. Deyir ki, bu kolonyalistdən dövlətin işçilərindən, farslardan, panfarslardan vardılar Azərbaycanda, ya Türkmən Səhrada, ya Qəşqaistanda. Deyir, bunlardan sadəcə burada qorxulur. Onlar öz Tehrana dönəndə, İsfahana dönəndə, Şiraza dönəndə onlardan qorxulmaz. Necə ki, məsələn, bura gəlirlər, bunlar adam hesab olunurlar. Adam belə hesab olunurlar. Kolonyalistin yalnızca sümürgədə qorxulur. Deyir ki, bu fəqət o sümürgədə bundan qorxarlar. Öz toprağına geçsə ondan qorxmazlar. Və hayranlıq duyurlar. Deyir, sümürgədə fəqət bunlara hayranlıqla baxarlar. O, bu adamın ustandardır, buna yalvaraq, yaxaraq bir iş görsün. Rəisi danışqahdır, müəllimdir filan. Çünki kolonyalistin bir ana yurdu vardır. Deyir, niyə? Çünki onun bir ana yurdu var. Ana yurdunda da hamı bir olmalıdır. Orada yaşayanların ise yoktur. Deyir ki, orada belə bir vəziyyətdə bundan fərqli yaşayan yoktur. Orada yaşayanların ise yoktur. Orada belə yaşayanlar yoktur. Bir şəhərin kurucusu ya da böyük bir savcısı olmadan da köylərin adını değiştirmenin ve kendi adını coğrafiyaya miras olarak bırakmanın mümkün olduğu dünyadaki tek yerden neden ayrılacakmış ki? Deyir ki, sümürgəçi o Azərbaycanda ya şeydə hər yerdə istir adları değiştirir. Mesela bu günlər gördük bir dənə küçənin adını değiştiriblər. Tabloğun uşaqları, dostlarımız sağ olsunlar, əksini salıblar, qoyublar. Çox rahatca istədiyi yerin adını değiştirir, ayrad qoyur. Bura Filistindir, bura nə bilim Xümeynidir, bura Hafizdir, bura Sədidir, bura Firdosidir, bura Xırdosidir, hər nədir ad verir. Öz adların verir bunlara. Bura filan kəsin adıdır. Deyir ki, bir şəhərin, bu adam, kolonyalist, bir şəhərin ustandar dindir, ya dövlətdir, hər kəsdir. Şəhərin korucusu, mühafiz, bilmirəm burada nə anlama gəlir. Məsələn, ərteşin rəisidir, nədir bilmirəm. Şəhərin korucusu ya da böyük bir savcı, ya da ki bir dadistan, savcı dadistan deyir anda. Ya da dadistan olmadan, savcı olmadan nenir? Köylərin, kətlərin. Deyir, bir şəhrin ustandarı məsələn, deyək, olmadan bir sümürgəçi. Ya dadistan olmadan, savcı olmadan, dadgahda gücü olmadan eləyə bilir ki, bir kəndin adını değiştirsin. Çox rahatca görürük ki, Azərbaycanda, şəhərlərdə, kətlərdə adları çoxdur, qolay belə, neyinlər bunlar? Değiştirirlər. Və kəndi adını coğrafiyaya miras olaraq və istir öz adın qoyur onların üstünə. Kətlərin üstünə. Kəndi adını coğrafiyaya miras olaraq miras qoyur. Bırakmanın mümkün olduğunu deyir, biliyor ki, bu mümkün edilir. Niyə? Çünki bu şeydir da, olduğu dünyadakı tək yerdən, deyir ki, dünyadakı təkcə yerdir ki, bu eləyə bilir, adları değiştirsin, öz adını onların üstünə qoysun. Deyir, belə bir yerdən nədən ayrılacaqmış ki, bu adam niyə oradan ayrılsın, geçsin? Yəni, o əvvəldə dedi, ha, bu adam istəyir ki, qeyssin, o xəta eləyib, fikir eləyir, bəlkə bir oradan vətənindən çıxanda bir xəta eləyib, istəyir dönsün, o xətanı cübran eləsin. Burada deyir, axı, təhcə bir yerdir ki, bir belə imtiyazı var. Bunun
pulu çoxdur, gəlirsi çoxdur. Sümürgəçilər buna həsrətlə baxırlar. Bunun mövqeyyəti idarəsi yuxarıdır. Çıxanda bu bir şah kimi gedir, gəlir, hər yerə gedir, gəlir. Sözü eşidilir, bundan iltimas edirlər. Bu insanlara ayağının altına salır, özü göylərdə görür, vətənin göylərdə görür. Getsə ora, burada istədiyi kimi adları dəyişdirə bilir. Getsə ora nə hələ gətirəcək? Heç zat. Hətta orada yaşayanların öfkəsindən ya da alayından belə qorxmaz. Deyir ki, hətta o sümürgəni fikir edirəm deyir burada. Hətta orada, yəni sümürgədə, yəni məsələn Azərbaycanda yaşayan insanların öfkəsindən. Bunlar hey ana dili istirlər, istiqlal istirlər, nə bilim traktor belə olsun, süngün belə olsun, şəhərimiz belə olsun, kəndimiz belə olsun, yolumuz belə olsun, dəmir yolumuz belə olsun. Hey bunları istirlər. Amma öfkə də gəlirlər, hətta çıxırlar xiyabana bizə, ağa bizim hüququmuzu niyə vermirsən? Deyirlər, deyir amma hətta orada yaşayanların, yəni bu türklərin, öfkəsindən belə qorxmaz. Öfkə yəni əsəbaniyyət, narahatlıq. Ya da alaylarından. Onlar nə qədər coş deyirlər, desinlər. İndi bu coşu İmam Cümiyə desinlər, Xameneyə desinlər, Ustandara desinlər, Fərmandara desinlər, Rəis Cumhuriyet. Bunlar saymaz onu. Çıxsınlar rahbimalıq olsun. Mərcbər rəisi. Sübdən axşama desin, ona ayrıhanda olmaz. Qorxmaz. Çünki onların görüşlərinin heç önəmi yoxdur. Çünki sümürgə əhalisinin istəyi və heç ərzişi yoxdur. Sümürgə əhalisinin istəyinin, iradəsinin, görüşlərinin, yəni onların nə cür baxırlar, nə istəyirlər, heç önəmi yoxdur. Onlar nə qədər səbani olur olsun, nə qədər nayrahand olur olsun, rahbimalıq eləsinlər, ana dili istəsinlər. Yəni, əhəmiyyəti yoxdur bu adam üçün, sümürgət üçün. Siz bizim nümayəndələrimizə baxın, idarələrimizdə istəyən Azərbaycanlılar ki, orada işləyirlər. Yəni, hətta Azərbaycanlılar ki, orada işləyirlər, türklər ki, orada işləyirlər, onlara belə baxın, görəcəksiniz ki, hamısı dəqiqən belə bir durumdadılar ki, əslən saymırlar. Hər gün gücünü və önəmini kəndindən keçərək yaşadığı tək yer də orasıdır. Deyir ki, hər gün ki geçir, bu adam orada öz önəmin, əhəmmiyyətin yaşır. Mən çox mühüm adamam. Və gerçək olduğunu, yəni gerçək yaşadığı bir yer. Yəni orada yaşır, yəni zoru ilə bu deyir, yəni hər halda deyir, sümürgədə bu adam rahatca yaşır. Niyə buradan keçsin? Dostlar, burada təqribən bu dərs qutardı və keçdik 75-ci səhifənin ortasında deyir ki, tutucu. Bu dərsi sabahları ya gələn həftə ömrümüz olsa oxuyarıq. Sağ qalın, görüşmək üzrə, hələlik.